Nəyə görə ətrafınızda sizə daima dəstək olan az da olsa insan olmalıdır? Çünki insan nə qədər desə də ki, mənim heç kimə ehtiyacım yoxdur, onun dara düşəndə, özünü mənfi hiss eləyəndə, aurası aşağı hiss eləyəndə kiməsə dərdini açmağa ehtiyacı olur. Ətrafında kiminsə ona yalan danışdığını, manipulyasiya elədiyini hiss eləyəndə daim ona düz danışan birisinin də olmasını istəyir. Əgər insan qarşısındakı insanın onu manipulyasiya elədiyini, yalan danışdığını hiss eləyibsə, demək ki, bu düz ola bilər. Çünki araşdırmalar da göstərib ki, insan hissləri 70% hallarda yanılmır. Nəyə görə ətrafınızda sizə daima dəstək olan az da olsa insan olmalıdır? Çünki insan nə qədər desə də ki, mənim heç kimə ehtiyacım yoxdur, onun dara düşəndə, özünü mənfi hiss eləyəndə, aurası aşağı hiss eləyəndə kiməsə dərdini açmağa ehtiyacı olur. Ətrafında kiminsə ona yalan danışdığını, manipulyasiya elədiyini hiss eləyəndə daim ona düz danışan birisinin də olmasını istəyir. Əgər insan qarşısındakı insanın onu manipulyasiya elədiyini, yalan danışdığını hiss eləyibsə, demək ki, bu düz ola bilər. Çünki araşdırmalar da göstərib ki, insan hissləri 70% hallarda yanılmır.